Dostlar, sizə bir dənə ev göstərəcəm. Məncə bu evi hər şey unudun. Bu evin üstündən bərk yapışın. Niyə? Qiyməti münasib, səliqəli, gözəl bir həyət evi. Məncə alan allanmaz, evdə danlanmaz. Bax, bu evə sonuna qədər baxmayan peşman olar. Bax, açığı deyirəm. Axıra qədər baxın bu evi, məncə bəyənəsiz. Niyə? Çünki qiymətdə münasibdir. Real alıcıya indirim də olunacaq. Qəşəng də indirim eləyəcəm. Ayağını super indirim eləyəcəm. Superin üstündə bir indirim olacaq. Evimizin həyətinə, bacasına baxın. Gözəl, işıqlandırılması, həyəti, bacası, geniş, enli. Maşın girir. Bəli, bu maşın rahat girir. Bax, buradan görürsünüz, qəşəng ağac, gül əkmək üçün yeri, manqalxanası, evdəki super evdir. Ha, bu bir yanı araldan götürüm, bir yanı belə çelavek pavuk eləyək. Bax, çelavek pavuk buna deyirlər. Bax, gördünüz, gözəllik budur. Evimizin bax belə bir manqalxanası. Gördünüz, krantcaz qoymaq üçün, bax belə rakvina qoymaq üçün yeri. Krantı yeri də var hamısı. Manqalxana dedim budur da. Evə baxın bir dənə. Ev oturulmuş evdir də. Gözəl ev, 4 otaq, səliqəli. Buradakı su baxın yeridir dostlar. Keçək evimizin içinə. Ya Allah, bismillah deyirik. Salam aleykum deyirik, keçirik evə. Işıqlarını yandıraq. Aha. Baxın bir dənə. O, tavana baxın, gözəl. Gözəl, böyük otaqlarda. Ev böyük evdir. Baxın, mətbəx. Xanımlar, məncə bu mətbəxə dəyər. Denən niyə? Dediysə niyə mən deyim? Bax, əlinizi nə qədər sürtürsən sürt, neyəsən elə ləkə qalmır. Qram ləkə qalmır. Bizimkilər bezibdilər. Laklı almışam, əlimi vurursan, sırazı parmaq izi qalır üstündə. Yəni belə heç deniyə testi çıxardanlar o qədər parmaq izi çıxarda bilmirlər. Bizim mebeldə çıxır yəni. Ürəyin istəyən parmaq izi çıxır. Parmağın izi olmayanlar parmağını qoyurlar, parmaq izi çıxır. Amma bunda yox. Bunda priyatlıdır. Gözəl, hər şey qaydasındadır. İçəri də geniş daha. Dolab yerlərindən zadına baxın. Gözlərinə bir dənə baxın bunun. Hər iki gözünü açın bir dənə baxın dostlar. Geniş, böyük. O bu nə də la? Bu nə də la? Vallahi billah deyirəm, qəşəng ev axtarırsınızsa budur da. Həyətə bacaya bir dənə baxın. Gözəl həyətə bacası var, səliqəli evdə. Keçək otaqlarına dostlar, keçək otaqlarına. Bura bir otaqdır, deçik otağıdır, uşaq otağı gelir bura. Aha, ya belə eləyək qəşəng işıqlarına. Bura bir otağımız dostlar. Bura bir otaq, səliqəli. Sonra keçirəm bura. Bura bir otaq, zalımız. Gördüğünüz kimi zallı, qəşəng, geniş, iri, belə işıqlandırılması, gizli işıqları. Yəni işıqdakı necə yanır? Bir dənə buna baxın elə. Dayan, bu bir, bu iki. Hər cür işıqlandırılması var. Gözəl evdir, dayan, mükəmməl. Üstün uzadı qəşəng belə şeydir. Letay şitalet kapasondur. Evin pəncərəsi, bax, həyəti bacası, çöldən içəri görünməyən pəncərələrdir dostlar. Mükəmməl ev axtaranlar məncə bu evi qaçırmayın. Allaha xeyirli uğurlu olsun, düşərli olsun hər kəsə. Belə gözəl evlər hələ düşmür. Yataq otaqlarına baxın. Bildiyiniz o getdiyiniz evlərin 3 otağı bir dənə bunun yataq otağıdır. Gözəl evdir, səliqəli evdir. Aboylar da gözəl, açıq ağa boylardır. Mənim xoşuma gəldi, zövqümcə olan bir evdir. Dostlar, məncə belə evləri Allah hamd olsun. Gəl al apar da sənin olsun. Yəni gəl al apar. Gedib 4 otağa 300 min, 400 min pul verirsiniz, 200 min pul verirsiniz. 75 minə havayı ev verirəm sizə. 75 minə havayı ev verirəm. Özdə yola yaxın, məktəbə yaxın, bağçaya yaxın, astanovka, dükan, asfalt yol, oturulmuş məhlə, səliqəli ev. Yəni qapılarına baxın hələ, alınıb. Yəqin ki, digər evində qoyublar bura. Bunun qapıları var da, bir dənə qapılara baxın hələ. Stoykadır. Buna bax. Dubravaya Sibir. Sibirdən gəlmə qapılardır dostlar. Sibirski qapılardır. Hamısı mükəmməl. Bunun qapıları, öz qapıları, bunun qapıları
Bax, tualetdəki qapılardan da mükəmməl moşludur. Bir də buna baxın, silah da elə bir, buna bax. Gördünüz? Bir də buna baba. Aha. Var yüzümdən sıxdım da gördünüz də qapıları. 1 qram vakuum qoymur ki, şey eləsin, bax. Aha, səsi belə çıxmır ha. Səs belə çıxmır. Vakuumlanır da qapı. Bildiyin vakuum qapıdır. Evə də söz yoxdur. Gözəllik iddiası. Lala girirsən, adam bir başqa cürə eyni açılır. Yataq otağına girirsən, bir başqa cürə zövq açılır. Bax, qapılara bax, aha. Gördünüz? Lak. Şapşik. Qəşəng. Buna bax. Bax. Gördünüz dostlar. Mükəmməl ev. Qəşəng ev. Allah xeyir versin. Alana da, satana da məncə bu variantı qaçırtmayın. Qiymətdə də qəşəng indirim eləyəcəm. Bu bir. Əlavə də Sultan Ofisin hədiyyələri var. Bu da 2. Başqa da nə istəyirsiniz? Gəlin alın, bu da 3. Xeyirli uğurlu olsun inşallah. Güzgüləri də ki, içəri görsənməyənlərdəndir. Baxın. Ancaq özü görsən. Elə bir güzgüdür. Səliqəli ev. Allah xeyir versin hamıya. Amin elə amin.